qul əl açıb Allaha dua edir və duasında deyir ki, ya Rabbi, sən özün vəd etmirsən ki, məni çağıranın çağırışına cavab verərəm və mən səni çağırıram. Lakin fərq nədədir? Duanın qəbul olub olmaması başqa şeydir. Duada bəndənin Allahdan istədiyinin həmən ona verilib verilməməsi başqa şeydir. Lakin insan cahilliyindən elə bilir ki, duanın qəbul olması budur. Yəni, duamda istədiyimi Allah mənə verdisə, deməli, duam qəbul olundu. Yox. Ola bilsin, sən elə bir şey istəyirsən ki, o sənin üçün xeyir deyil. Nə qədər şeylər var ki, insan onu şər bilir. وَعَسَى أَنْ تَكْرَهُ شَيْئًا وَهُوَ خَيْرٌ لَكُمْ. Sizin şər bildiyiniz bəzi şeylər var ki, onlar sizin üçün xeyirdir. Və xeyir bildiyiniz bəzi şeylər var ki, onlar sizin üçün şərdir. وَاللّٰهُ يَعْلَمُ وَأَنْتُمْ لَا تَعْلَمُونَ. Allah bilir, siz bilmirsiniz. Ona görə insan Allahdan nəsə istəyir, Allah vermir. Və əslində Allah sənə rəhm edir. Çünki o istədiyin sənin üçün xeyir deyil. Və xəbərin yoxdur. Sən elə zənn edirsən ki, duan qəbul olunmayıb, amma əslində duan qəbul olunur. Çünki Allah Azza və Cəllə duanda istədiyi sənə verməməklə səni xeyirdən məhrum etməyib. Şəri səndən uzaqlaşdırıb. Ona görə ola bilsin, bəndə Allahdan nəsə istəsin, Allah Azza və Cəllə istədiyini ona versin. Və bu, duanın qəbul olunmasıdır. Ola bilsin, bəndə Allahdan nəsə istəsin, Allah istədiyini ona verməsin, onun mükafatını, əcrini, əvəzini saxlasın axirətə və bu duanın qəbul olunmasıdır. Çünki qiyamət günü onun qabağına çıxacaq. Hətta qul qiyamət günü deyəcək ki, o qəbul olunmayan deməyək, duasında hansı ki istədiklərini Allah ona verməyib, axirətinə saxlamışdı. Onda deyəcək ki, kaş bu dünyada istədiyim heç bir şey mənə verilməzdi. Axirətdə hamısı qabağıma çıxır. Və bu duanın qəbul olunmasıdır. Və ola bilsin ki, qul Allahdan nəsə istəsin, Allah Azza və Cəllə onun müqabilində onun başına gələ biləcək hansısa bir fitnəni, şəri, bəlanı ondan dəf etsin. Və bu duanın qəbul olunmasıdır. Niyə? Çünki bu nəyin səbəbi ilə oldu? O duanın səbəbi ilə. Aydındır. Ona görə əsas olan nədir? Allah Azza və Cəllənin qulu, bəndəni duaya müvəffəq eləməsi.